13 iyun 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa dəyərli izləyicilər, burada üstəgəl işarəsi var. Bizi takib edin ki, ən son vacib və təcili xəbərlərdən anında xəbər tuta biləsiniz. Müharibə veteranlarına verilən 80 manat prezident təqaüdünün məbləğinin artırılma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib. Statinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır. Görək nə deyib. Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətlendirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslər tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, az təminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır. Veteranlar əmək qabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli, dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünü məşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına, ailə təsərrüfatının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq. Mustafayev əlavə edib ki, 44 günlük vətən müharibəsindən sonra 26.600 şəhid ailəsi üzvü və müharibə iştirakçılarının məşğulluğu təmin edilib. Onlardan 12.600-ü özünə məşğulluq proqramlarına cəlb edilib.